Salam qızlar, hər vaxtınız xeyir, necəsiz? Deməli, nə vaxtdan ağlımdadır ki, tez bazar hazır olan pizza eləyəcəm. Gözləyirdim ki, ərzaqlar evdə hamısı tam olsun. Və gördüm kalpasa var, pendir var, olan pendir var. Daha sonra ketçup vurmaq olardı, indi tomat idi evdə. Belə yəni gördüm ki, hər şey var, dedim, başladım. Başladım hazırlamağa belə. Düzdüm kalpasaları. Daha sonra yuxaya belə tomat çəkirəm və başlayıram yaymağa. Daha sonra tavanı qoyuram qazın üstünə, kalpasa düzdüyüm tavanı və yəni dibinə yağ filan vurmuram. Beləcə qoyuram üstünə və bunu da belə yaydıq yuxanı və daha sonra olan pendirini belə kalpasanın üzərinə əlavə edirəm. Və gördüyünüz kimi yuxanı da təzə bir yuxa götürüb tomatlı yuxanın üstünü örtürəm. Və bu da burada özü üçün əriyir. Qızlar, qaza fikir verməmişəm. Bir də baxdım qaz şam kimi gərin arsız. Yenə də geriyə yol yoxdur deyə elə davam da elədim. Bitər başa gəldi. Qızlar, sonra üstünə belə ketçup vurdum. Çünki biraz izah eləsəm yəqin uzun olacaq. Yəni birinci deməli tomat vurduğumu bu kalpasaların üstünə qoymalıydım. Amma ikinci yuxanı da onun üstünə qoydum deyə belə ağ olmuşdu. Ona görə üstündən elə tomat vurdum. Daha sonra belə bir alındı pizza. Həqiqətən dadı qəşəngdir. Gedişatı da gördünüz. Və bir daha təkrar edeyim. Kalpasalar tavaya düzürük. Üzərinə Holland pendirini tökürük və Holland pendiri biraz əriyəndən sonra yuxanı qoyuruq üstünə. Daha sonra çeviririk və biraz altı pişəndən sonra götürürük və dadı həqiqətən yaxşı idi. Və tez bazar olan bir pizza oldu. Çox az çəkdi, bir neçə dəqiqə. Bu qədər. Və daha sonra qızlar ürəyim turş bir şey istədi və baxdım ki, evdə yaşıl alma da var, nanə qurusu, limon, duz və başladım hazırlamağa. Deməli, saydıqlarım idi. Və dadı çox qəşəngdir. Yəni, arada hazırlayıram və çox bəyənirəm. Ərzaqları dedim, yəni yaşıl almanı xırda-xırda doğrayırıq. Sonra nanə qurusunu əlimizdə belə ovuşdururuq ki, hissələr qalsın. Daha sonra duz, limon, vəsə. Qızlar, deməli təzə bir kofta şalvar aldım. Evdə geyinmək üçün. Belədir, çox rahatdır, boşdur. Yəni bəyəndim. Evə geyim alanda elə geyim olmalıdır ki, rahat olsun, boşluğu filan. Bu da rahat idi, yəni idarə eləmək olar. Qızlar, keçən dəfə bir neçə gün əvvəl getdik belə parka hava almağa. Hava sakit idi, küləklər ondan sonra başladı. Və bura Nizami Gəncəvi parkıdır. Çox qəşəngdir, çox huzur dolu bir yerdir. O qədər sakitçilikdir ki, inanırsınız, bir neçə adam görmək olar da. Yəni burada çoxluq olmur, bəlkə də çox sakit olmağından dolayıdır. Yəni həqiqətən huzur dolu bir yerdir. Və elə sevirəm belə səssizlik olan yeri, belə nazik cığırları, yaşıllığı tam da mənim istədiyim yerdir bura. Və qızlar, bir dənə qəşəng parka getmişdik. Onu da yəqin gələn videolarda əlavə edəcəm. Səhər gəzintisinin öz yeri var və gecə gəzintisinin də öz yeri var. Həqiqətən gecə insanın beyni sanki daha çox dincəlir. Həm adam azlığından, həm də gecənin səssizliyindən. Və qızlar, o biri videolarıma da baxa bilərsiniz. Orada da çox qəşəng bir parkı paylaşmışam. Yeni açılan parkdır orada. Oranı da çox bəyəndim, çünki çox açıqlıqdır, genişlikdir. Bəlkə də olmuşsunuz o parkda. Və bundan sonraki videolarda maraqlı videolardır. Orada da hazırlamışam blinçik. Kəsmiklə olan, həqiqətən çox dadlı idi və hazırlanması da heç elə çox çəkmir, çox asan başa gəlir və elə çox ərzaq da aparmır.
Yəni hazırlamağınızı tez-tez tövsiyə edərdim. Və ətli birinçiklər də çox qəşəng olur, qiyməklə olanlar. Onu da hazırlaya bilərsiniz, o da çox sadədir. Qızlar, bir dənə də çox qəşəng bir video var, onu da paylaşacağım. Nə vaxtdan elə bilirəm ki, onu paylaşmışam, amma çox maraqlı videodur. Yəni kanala abunə olun ki, bildirişlər gəlsin həmin vaxtı sizə. Bilmirəm bundan sonraki video olacaq, yoxsa bir neçə video sonra. Amma tezliklə qoyacağım o videonu da kanala. Və qızlar, belə başımız həqiqətən çox dincəldi. Çox yaxşı təsir etdi. Görürsünüz çiçəkləri, ağaclar. Həqiqətən təbiət adama çox xoş gəlir. Və qayıdırıq evə. Gözəlsən, bunu sənə hər baxanda gözlərim deyir. Bunu sənə gözəlsən. Qızlar, belə bir sok aldıq. Çox dadlı sokdur. İçində o hissəciklərlə çox həqiqətən dadlıdır. Və sonra evə gəldik, marmalatla çay içdim, dincəldik. Və ümid edirəm ki, video sizə maraqlı oldu. Əgər maraqlıdırsa kanalıma abunə olun, rəy yazın və videoları like eləyin ki, mən də sizə həvəslə videolar çəkim. Qızlar, həqiqətən videonu çəkmək, düzəliş eləmək, kəsmək, səs yazmaq, yükləmək, yəni hamısı o qədər vaxt alır ki, ancaq sizin motivasiyanız və mənə dəstək olmağınız mənim bu işi davam etdirməyə kömək eləyəcək. Maraqlı videolar var, onları da zamanla paylaşacağım. Beləcə videonun sonuna gəldik. Özünüzə yaxşı baxın, hələlik.